İstənilən Kütay maşınında akkumulyator yoxdur, 12 voltluq akkumulyator. İstəniləndə deyirəm, ha, gedin yoxlayın. 6 aydan 1 ilə qədərdir. Və yaxud da ki, 5000-10000 kilometr arası. Lampalar 6 aylıqdır. Filtrlər 6 aylıqdır. Yazır ki, birinci yağ dəyişmə 3 ay ya da 3000 kilometrdən öncə olmalıdır. Çox adam nə deyir Azərbaycanda? Qardaş, sən zavoddan çox bilirsən, töküb da, svejda yağdır, qoy bir dənə iyniyim, qoy bir dənə dilməz adıma vurum, hələ bir hoqqa da gedir orada. A, qardaş, dilivə vurursan, burnuna sürtürsən, o bunu maraqlandırmır. İstehsalçı yazıb ora. 3 ay, 3000 kilometr. Eləmədin, garantiyadan səni çıxardır. Sonra nə yazır burada? Deyir ki, sən deyir amma 150.000 kilometr. O 150.000 kilometr 5 ildə və 150.000 kilometrə qədərdir ha. Yəni ortalıqda mən bunu ləğv eləyə bilərəm ha. Ləğv eləməyin də sizə bir dənə bəsit bir misalını deyim. Əgər ki siz gündəlik 10 kilometrdən az maşın sürürsünüzsə və yaxud da ki, ərazidəki temperatur 0 dərəcədən aşağıdırsa və siz bu momentdə xüsusi servis xidmətlərini riayət etməmisinizsə, onda sizin garantiyanız məhv olub gedir. Belə şey olar, qardaş, bütün maşınlarda belədir bu. Get aç kitabını oxu. Sizi prosta aldadırlar. Yəni ki, istəyirsən Alman maşını olsun, istəyirsən Amerikan maşını olsun, istəyirsən Yapon maşını olsun, istəyirsən Kitay maşını olsun. Sadəcə fərq nədir? Fərq odur ki, biri lap çox ağın çıxardır. Məsəl üçün, yenə də bir Kitay maşını sizə misalını gətirəcəm. İstənilən Kütay maşınında akkumulyator yoxdur, 12 voltluq akkumulyator. İstəniləndə deyirəm, ha, gedin yoxlayın. İstənilən kiçik akkumulyatorun garantiyası 6 aydan 1 ilə qədərdir. Və yaxud da ki, 5000-10000 kilometr arası. Lampalar 6 aylıqdır. Filtrlər 6 aylıqdır. Bütün bu tez-tez dəyişən şeylər hamısı 6 aylıqdır. 6 ay 5000 kilometrə qədər kitabda yazılır. Və bunun kimi bir sürü faktoru var. Amma böyük əksəriyyətiniz üzündən oxuya bilmirsiniz. Böyük əksəriyyətiniz hüquqi terminləri başa düşmürsünüz. Böyük əksəriyyətiniz Azərbaycan dilində başa düşmürsünüz, qalmışdı ingilis dilində. Ona görə də nədir? Bax, deyirəm həmişə, səmimiyyət. Bir adam maşını tərifləyəndə gərək səmimi olsun, hər şeyi desin. Aldatmağa nə var ki? Bir insan ola bilər işindən başı çıxmır. Bir insan ağılsızdır, bir insan təsirsizdir. Amma sən ona həqiqətləri de ki, o onsuz da atqaz eləyəcək. Çünki mən indiyənə qədər sürdüyüm istənilən təzə maşını salondan aldığım gün maşını garantiyadan çıxardıram, kağızına qol çəkmişəm. Bu mənim şəxsi düşüncəmdir. Çünki servislər avtomobillərə düzgün baxmır. Mən onlardan daha yaxşı baxıram və mənasız bu normativləri yerinə yetirmək məcbur deyiləm. Mən azadam, qardaş. Nə olsa mənliklə deyirəm, maşınımı götürürəm. Bəlkə siz də belə düşünəcəksiniz. Bəlkə siz işlənmiş avtomobil alacaqsınız. Bəlkə siz Grey Importer'dan avtomobil alacaqsınız. Bu sizin haqqınızdır. Məndən də deməkdir. Başa düşən düşdü, bəyənən də bəyəndi. İzləmədə qalın, yenə də davam edəcəyik.